Hardan gəlsiniz? Ceyranbatandan. Ceyranbatandan gəldiniz bura. Bəli. Nə üçün gəldiniz? Dişim Ceyranbatan yoxsa Xırdalan? Ceyranbatan. Niyə gəldiniz oradan? Ağıl dişinin çıxarılması üçün. Və niyə çəkdirmədiniz orada? Dedi ki, üçlü sinirə yaxındır, çıxarda bilmərəm. Ona görə sizin yanınıza gəldim. Hə, həkim risk almadı deyirsiniz. Almadı. Ha. Siz niyə bura gəldiniz bə? Sizi Instagramdan izləyirəm, çoxdan rahat. İlk səfərdə bura gəlsiniz. Bəli, ilk dəfə gəlirəm. Aha, qorxmursunuz. Qorxu var. Biz də belə videolardan görmüşdünüz də sizdən. Bəli. O videolardan biri də sizin olacaq. Bu ağıl dişidir. Bu ağıl dişini müəllimə deyir ki, çəkək. Amma deyir ki, bunu da çəkək. Bunu da elə bir dəfəlik çəkək. Çünki diş çox məhv olur. Belə deyir, bir dəfəlik bunu da çəkək. İkisini də bir yerdə çəkək deyir. Sonra nə edək? Tikiş qoyarsınız. Yerinə tikiş qoyaq. Aha. Ki bir dəfəlik olsun, hə? Bəli. Yaxşı. Qorxu falan yoxdur deyirsiniz. Bayaq niyə görə dediniz qorxunuz yoxdur? Sizə görə, sizi yəni doğrudan izləyib gəlmişəm. O qədər də sizin auranız adamı qorxudan uzaqlaşdırır. Elə deyirsiniz. Baxıb görürüm, aura bugün kömək edəcəkmi? İnşallah. Çəkəkmi? Aha. Qorxmuruq. Ah. Dişin üstü çürükdür, ona görə qırılır. Amma biz qorxmuruq qırılmağından, deyilmi? Aha. Dişin ikinci kökü. Ağrı var. Ah. Hər hansı bir ağrı yoxdur ki. Yox. Dişi qurtarmışıq ha, çəkib qurtarmışıq. Aha. Və yerində tikdik, belə. Qurtardıq. Ağrı falan oldu. Xeyr. Narahatlıq oldu. Xeyr. Olmadı ki. Yox. Yaxşı elib gəlmisiniz bura. Bəli. Çox sağ ol.